Mənim teatra gəlişim çox qəribə olub. Kiçik vaxtımdan, çünki anam işləyirdi bu teatrda. Mütəmadi mən anamın yanında olurdum. Qastrola gedirdik. Mütəmadi bir yerdə olurduq. Özüm də o vaxt məktəbdə oxuyurdum. Məktəbdə oxuyanda Dom Pioner vardı, Pioner evi. Orada mənim həvəsim olurdu oraya gedib gəlməyə. Bir dəfə nətər oldusa, onda rəhmətli İbrahim Həmziyev təzə gəlmişdi, oranın müdiri kimi gedirdi Pioner evinin. Gördü ki, mütəmadi mən dərsdən çıxan kimi bura gəlirəm, məndən çox maraqlandı. Bir gün soruşdu məndən, ancaq həqiqətən Xəcri xanımın qızı olduğunu bilmirdi. Sonra birdən yanaşdı mənə, qızım, adı nədir, Sofiya.